Dəyərli 12 bürc, mən sizlərə iyun ayı 06-cıdır rəqəm olaraq. İyun ayı üçün proqnozları deyəcəm, amma doğum tarixlərinizə görə birlərdən başlayaq. Ayın 1-i, 10-u, 19-u və 28-i doğulan şəxslər. 6-cı ayda bunları nələr gözləyir bu şəxsləri? 1. Ayın 1-i, yəni 6-cı ay, 6 və 1-i 27. Burada həm yüksəliş var, yüksəliş olacaq ayın 1-i doğulanlar üçün. Yəni, ən pik nöqtəyə qədər qalxa bilərsiniz, yüksəkliyə. 7 həm də ulduz deməkdir, doğuşdan ulduz deməkdir. Və həm də anidən eniş ola bilər, düşə bilərsiniz. Və düşüş olmamaq üçün, düşməmək üçün 6 rəqəmi ümumiyyətcə kayfdır, keyfdir, keyf almaqdır. Keyf təkcə siqaret, içki, alkol deyil. Çox kalorili yeməklər ola bilər və yaxud da ki, yəni içki də ola bilər. Məsəl üçün, aşırı dərəcədə nələrsə istifadə etmək ola bilər. Ola bilər seksdir bu, həyat. Sevişməkdir, həddindən ziyadə sevişmək və yaxud da ki, lazımsız adamlarla görüşmək, təhlükə ilə üz-üzə gəlmək və s. və ilaxır. Birlər üçün, yəni, həm yüksəlişdir, 1/6-1/7, çox yüksəliş ola bilər, ulduzlar, amma eniş də ola bilər. Əsas odur ki, 6-ya, yəni keyfə, kayfa çox uymayasınız, doğru dildə desək, çox önəm verməyəsiniz keyfə. Keyfə çox önəm verməmək, çoxlu gəzinti ola bilər. Ay gedim gündə gəzin, proqulqa və yaxud da ki, vaxt xərclik edin. Pul xərcləmək də böyük keyfdir. Yəni, hər bir xalla. Yəni, keyfin bir çox mənaları var. Yəni, əsas odur ki, özünüz üçün stabilləşdirin. Əsas odur ki, bu 6-cı rəqəm, 6-cı ay, 6-dan sonra çünki 7 gəlir, sonra 8, sonra 9. Əsas 6, 7, 8 və 9-lar gəlir. Əsas 6-cı necə başlayırsınızsa, gerdə qalan 3 dənə və 3 rəqəmlər də onun ardınca normala düşəcək. Həm də unutmayın, Saturn dediyim kimi 3 illik gəlir, Neptun 14 illik. Bu planetlərin də böyük təsiri var və mən dünənki çəkilişimdə söyləmişdim zaten. Bu iyun ayına olan proqnoz, iyula da aidiyyəti var, avqustda da, sentyabrın ikisinə qədər. Yəni, bunlar hamısı bir-birinə bağlıdır, dəyərli izləyicilər. Ayın 10-u doğulanlar 10, 6 üstə gəlir 10, 16 edir, 16, 1, 6, 7 və 10 həm də ki, ayrı-ayrılıqda 7 və 0. Yəni, sizlər də gərək çox bədxərc olmayasınız, çoxlu əşya almayasınız, çoxlu pul xərcləməyəsiniz nələrəsə. Nəyisə alanda tək-tək alın, cüt-cüt almayın. Ayın 10-da doğulanlar, fərq yoxdur hansı ayda, iyun ayı üçün deyirəm, yəni. Və ümumiyyətcə, məqsədə gedib çatmaq realizasiyadan başlamalısınız, realizasiya eləməlisiniz beyninizdə. Reallaşdırmalısınız. Mən bu işi görürəm, bunun məqsədinə çata biləcəm, çata bilməyəcəm. Bu nəticəni ilk öncə fikirləşməlisiniz, dəyərli 10 tarixləri. Çünki 6-cı ay mühüm aydır. 6, ardınca 7, 8 və 9-lar gəlir. Yəni, siz indi, məsələn üçün, maliyyəni batırarsınızsa, pul məbləğini itirərsinizsə, o bir ayları vəziyyət çəkərsiniz və yüksəlişə addım atarsınızsa, digər o 3 ayda da böyük yüksəlişləri yaşaya bilərsiniz.